İnanın ki, bir cəmiyyət üçün ən önəmli mövzulardan biri ata-övlad münasibətidir. Ataların övladlara məhəbbəti çox olarsa, sonsuz olarsa, amma onu hər bayağı şəkildə ifadə eləməzsə, bu bir çox şeyləri həll edir. Niyə ana demirəm? Çünki ananın məhəbbəti təbiidir. Ana da çox ifadə edir. Amma ata məhəbbətində xüsusi bir sir var. Ata məhəbbəti ümmətin imama bağlılığını, imamın ümmətə bağlılığını ailədə insana göstərir. Ailə bir ümmət modeli olsa, ata imam misalındadır, peyğəmbər misalındadır ailədə. Atanın övlad münasibəti, övlada məhəbbəti imamın ümmətinə olan məhəbbətinin kiçik bir şöbəsidir. İnsanlar bunu yadda saxlayın, atanın timsalında imamı tanıyır. Evdə atanın nüfuzu yoxdursa, atanın yeri düz yerində deyilsə, övladın gələcəyi sual altındadır. Ata övladına yanmırsa, fədakar deyilsə, övladın gələcəyi sual altındadır. İnanın ki, çox incə psixoloji məqamlar var. Uşaq tərbiyəsində atanın evdə avtoriteti varsa, bunu dəfələrlə demişəm, ana uşağa ataya ehtiramı öyrətməlidir. Bu ananın böyük işlərindən biridir. Ana ata evə daxil olan kimi ayağa durursa, özünü yığışdırırsa, uşağa deyirsə özü yığışdır, bu ilkin əlamətləridir ki, bu uşaq gələcəkdə sağlam olacaq. Və təsadüfi deyil ki, şeytanın yaratdığı düzəndə atanın yeri yoxdur ailədə. Ata-ana məfhumu qarışıq bir-birinə.